Deməli, Bətro xanım razılığa gəldi, mənim xahişimi yerə vurmadı. Çox sağ olsun. İndi sahibi yığırıq, sahib qardaşımızı. Ay can sağ ol. Necəsiz, nə var, nə yox? Sağ ol canım gözüm sağ ol. Sizdə nə var ne yok? Sağ ol. Evdəsiz yəqin, hə? Evdəyəm bəli. Mən həmişə evdə oluram. Mən başqa halda oluram. Ya Can. məktəbdə, ya evdə, ya da efirdə. Bizim efirə baxa bilirsiniz, yoxsa? Baxıram. Can. Bilirsən ki, mənim əziyyətim həm sizdə, üzərinizdə, həm də Bəturanın üzərində çox olub. Mənim bir sözümü heç vaxt iki eləməmişsiniz. Çox sağ olun. Milyonlarla tamaşaçıların xahişini nəzərə alıb, mən bugün cürət elədim, Bəturaya da dedim, sənə də demişəm. Bətura deyir, 5 dənə mahnımız hal-hazırda deyir, qalıb arxivdə. O 5 dənə mahnını yazmaq lazımdır sahib. Ölümlü, itimli dünyadır. Bir də belə deyək, sizi kimi sənətkarları biz görməyəcəyik doğrudan da. Sizin o şah əsəriniz deyək də, Bətura ilə oxuduğunuz, kim də oxusa onu o cür oxuya bilməz. Onu sahib bir də Bətura oxuyub. Vəssalam, şüd, tamam. Sən mənim xahişimlə bu dueti təzədən bərpa elə. Bətura razıdır. Gülmə. Gələn həftə hər ikinizi efirə çağıracağım. Daha ki, ummaq, kismək, bir-birinizə naz eləmək yaraşmaz. Nə sizə, nə ona. Yaxşı? Sən ürəksən, mənim sözümü iki eləməzsən. Bəturaya da çox... Sən mənim üçün çox dəyərli bir mənə ehtiyacım olan zamanlarda sən mənim arxamda olmuşsan. Var ol. Ehtiyacım olanda... Həmişə deyirsən bunu, həmişə söyləyirsən. Mən həmişə də deyəcəm, qəbr evinəcəm. Sən Öpürəm. mənim çox dəyərlisən. Gələn həftə Bətura xanım ikiniz bir yerdə efirdə olacaqsınız və duetlərə də başlayacaqsınız. Söz verirsiniz canlı efirdə milyonların qarşısında. Bətura hə deyir. De görüm sən də hə və salam. Sən kişisən, sən bəysən. İnşallah danışarıq. Bax, hamı alqışlayır, burada olanlar hamısı alqışlayır. Sən də hə de və salam. Mənim orada olan əzizlərimə, dəyərlərimə salam söyləyin. Hamını hər kəs salamlayıram. Sahib, çox sağ ol. Bunlara görə çox sağ ol. Hə de və salam, söhbət bağlansın. Mən xahiş edirəm. Mən xahiş edirəm. O mahnıları oxu efirdə, bərabər oxuyacaqsınız. 5 dənə arxivdə mahnı var. Bax, canlı efirdə mən hər adama zəng çalıb, hər adamdan nəsə xahiş eləyən deyiləm. Bətura xanımın razılığını aldım, sizin də razılığınızı canlı efirdə alıram. Vəssalam. Nə deyirsiniz? Mən sənin Zarcan, sənin sözün mənim üçün çox qanundur. Çünki yenə Əstağfurullah, əstağfurullah. Sən mənim, yox, sözün əsl mənasında. Mən kiməsə yalandan xoş söz deyən kişilərdən deyiləm. Bilirəm sahib, amma bunu bərpa etmək lazımdır. Çox sayılı tamaşaçıların xahişini. Mənim ehtiyacım olan vaxt zaman sən mənim arxamda olmuşsun. Bilirəm sahib, bunları boş ver, heç nə eləməmişəm sənin üçün. Amma mənim də hazırsa inciyib... Onlara boş ver, sən bəysən. Sən bəysən, bax burada hamı deyir o kişidir. Kişi xeylağı, yəni hər şeyin üstünə getməz. Yox, getmirəm, amma mənim də Bətura xanımdan incidiyim yerlər oldu. Oldu, qutardı, getdi qardaş. Sən elə kinli deyilsən, sən kinli insan deyilsən. Kinli deyiləm. Və salam, həll edək, gələn həftə efirdəsiz və... İnşallah danışarıq. Bax, efirdən elə demə, danışarıq, yox. Gələn həftə efirdən buradan bəyan etdiniz, gələn həftə Bətura xanım siz efirdə olacaqsınız. Yaxşı? Mən xahiş edirəm. Zardan, sən əmr elə mənim üçün. Danışarıq, Zardan. Efirdə cəmaat gözləyir. Denən hə və salam. Ürəyimiz sıxıldı deyir burada. De. Danışarıq, Zardan. Sahib, mən əl çəkməyəcəm səndən. Hə, de qutarsın. Bir dəqiqə. Sahib, bu məsələyə son qoyaq. Və salam. Gələn həftə efirdəsiz və duetlərə də başlayacaqsınız. Yaxşı? Nə bilin, Zardan. Baxarıq inşallah. Baxarıq, de, hə, məsələ qutarsın, tez elə. Zaur, baxmasın inşallah. Baxsın inşallah. Yox, deyəcək, mənim xahişim nəsinə alacaq. Sahib, neynəyək? Başlayaq. Razı salmışsan, orada yarım saat orada nə danışır ki? Başlayarıq, və salam, başlayarıq deyir. Bravo sahib, çox sağ ol. Gələn həftə də efirdə qonaqsınız, və salam. Öpürəm. Oğlan razı, qız razı. Var ol. Oğlan sizdən, qız bizdən. Bu da biraz bizdən. umuf küsüb ona görə. Zaur, Gəl. oğlan sizdən, qız bizdən. Sən küsmüsən. Gəl, heç nə danışma. Oğlan küsmə haqqı var ki. Bir-birinizdən küsmüsünüz, incimisiz. Olur da. O da bəy də, o da inciyə bilər, sən də inciyə bilərsiniz. Bir-birinizdən inciyə bilərsiniz. Sən oraya oxumağa, gözəl bir ifa təqdim et, arana tüstü ver.
Sevil xanım buyursun, gözəl nəğməsi ilə gecəmizi davam etdir. Gələn həftə sahiblə Bətura xanım efirdə olacaq. Vəssalam. Bax, milyonların qarşısında bunu dedim, bəyan etdim.